Paytaxtımız böyük bir həyəcan ərəfəsindədir. Bir çoxları üçün şou, bir çoxları üçün illərdir gözlədiyi, bəlkə də xəyal etmədiyi, ağlına gəlməyəcək bir təşkilat, bir orqanizasiya belə deyək paytaxtımızda olacaq. UFC Bakıya sayılı günlər, saatlar qaldı. Rafiqlə bugün Clinch Talk-dayıq yenə və elə onunla bu dəfə də maraqlı qonaqlarımız var. Bax dediyim bu mövzuda xoş gördük. Xoş gördük. Qonaqlarımızı da salamlayıram. Qonaqlarımız bu sahədə ekspert, menecer Şiraslan Kərimov, eyni zamanda bir çoxlarımızın tanıdığı gənc döyüşçümüz Məhəmməd Əli Osmanlıdır. Xoş gəldiniz bir daha. Çox sağ olun dəvətə görə. Bu tədbirlə bağlı belə deyim də səndən başlayım. Bilirəm ki, uzun müddətdir bu işləri araşdırırsan, içindəsən, istəklərin var, xəyalların var. Həyəcan hansı səviyyədədir? Həyəcan verirmi ümumiyyətlə sən? Həqiqətən çox böyük bir bayramdır. Ümumiyyətlə təkcə MMA həvəskarları üçün yox, bütün idman aləmi üçün UFC Bakıda doğrudan böyük bir arzudur da onu keçirmək. Ümumiyyətlə mən bildiyimə görə hər il UFC-nin tədbir planına düşmək ölkələr mübarizə aparılır. Bizim də bəxtimiz gətirdi. Sağ olsun Gənclər İdman Nazirliyi və bu işdə olan bütün insanlar hansı kömək ediblər və gətiriblər UFC-ni Bakıya, bizi də çox gözəl, böyük bir döyüş gecəsi gözləyir. Və ən yaxşı odur ki, bizdə bu gecədə bizdən Azərbaycandan 3 nəfər bizim bayrağı qaldıran idmançı olacaq və onlardan biri Azərbaycan məktəbi təmsil olunan Tofiq Musayevdir. Ən xoşdur bizim üçün. Çünki Nazim Sadıxov və Rafael Fiziyev Azərbaycanlı olsa da onlar xaricdə qalırlar. Onların məktəbi biraz başqadır. Nazim Sadıxov bildiyinizdən görə Amerikada məşq eləyir. Çox gözəl bir kempdədir. Çox gözəl bir klubdadır, güclü klubdadır. Merab Dvalishvili, Aljamayn Sterling çempionların klubudur onların. Və Rafael Fiziyev özü əfsanədir kickboksingdə, Muay Thai-da. Maraq oradadır ki, Azərbaycan məktəbini təmsil edən döyüşçümüz hələ ki UFC-də vuruşmayıb və Tofiq doğrudan tarix yaza bilər. Birinci Azərbaycan məktəbini təmsil edən döyüşçü hansı ki UFC-də udacaq. Həm iştirak edib, artıq yazıb onu. İnşallah hər şey yaxşı olsa, UFC inşallah normal keçsə, həm də qələbə qazansa, həqiqətən böyük bir fəxr olacaq bizim üçün və gənc döyüşçülər üçün böyük bir addımdır qabağa, irəli. Çünki görəcəyik ki, Azərbaycandan da döyüşçülər var. Təkcə bayraq deyil. Azərbaycanda yaxşı döyüşlər yetişdirirlər. Çünki çox söz danışmaq istəmirəm, indi başlamışıq təzə mövzunu. Çoxlu təşkilatda ümumiyyətlə MMA həm peşəkar, həm də həvəskar olunur. Peşəkar təşkilatda belə aşağı səviyyədə, orta səviyyədə çoxlu idmançılarımız vuruşur. Amma yaxşı vuruşmurlar. Və adımıza demək istəmirəm, ləkə gətirirlər. Düzgün deyil. İdmandır, uduzmaq olar və udmaq da olar. Amma hazır olmayan idmançıları harasa göndərmək ya da idmançı özü hazır olmamış, bilir ki, tam formada deyil, gedib xaricdə vuruşanda fikirləşməlidir birinci, o ölkəni təmsil edir. Və Bakıda olan UFC-də bizim ölkəmizi 3 nəfər təmsil edəcək. Səbirsizlə gözləyirəm bu gecəni. Gözləntilər nədir bu döyüşlərdən? Maraqlı döyüşlərdir. Rafael Fiziyev üçün mən fikrimcə rəqib top rəqib deyil. Rafael Fiziyevin səviyyəsi çox üstündür. Çünki onun axırıncı 3 məğlubiyyət 2 nəfərə qarşı olub. Justin Gaethje'yə qarşı 2 dəfə, bir dəfə də Mateusz Gamrot'a qarşı. Bunlar da top 5, top 8 döyüşçülərdir. Ondan qabaq Rafael Fiziyev hamısını keçirdi. İndiki rəqib onun üçün yaxşı rəqibdir. Onun meneceri hansı ki onu aparır, düzgün politika, siyasəti seçib. Çünki Azərbaycanda gözəl, qəşəng mübarizə göstərməlidir. Biz də müşahidə edəcəyik gözəl döyüşün. O çox maraqlı seçimdir, bu rəqibin seçimi. Nazim Sadıxov üçün isə döyüş, mən deyirəm ki, onun rəqibi zəif deyil, onun rəqibi güclüdür. Demək olar ki, bunlar bərabərdilər. Mən düz demirəm. Sən məndən yaxşı bilərsən, bu MMA-nın içindəsən də vuruşursan. Orada çətin döyüş ola bilər, amma Nazim rahat yaxşı hazırlaşıbsa və bilirəm ki, kimlərlə Nazim hazırlaşıb, böyük bir üstünlük var. Merab Dvalishvili özü neçə dəfə artıq kəməri saxlayıb. Məncə rəqibi keçər. Burada Tofiq üçün çətin bir döyüş ola bilər. Çünki Tofiqin rəqibi artıq 4-cü dəfədir UFC-də vuruşur. 4-cü dəfə UFC-də vuruşmaq. Bilirsiniz necədir? Məhəmməd bilir. Rafiq da özü əlbəttə ki, yaxşı bilir. Qəfəsə çıxmaq, ümumiyyətlə yarışa çıxmaq özü bir döyüşdür.
Düz demirəm. O bax girirsən stadiona. Əsas o prosesdir. Sonrası artıq rahatsan. O ora gəlmə. Yanındadır o Olimpiya çempionu. Bilirsən ki, sənin üstündə yük var. Bir bayraqdır, hamı sən baxır, güləşdir, finaldır, yarım final səni gözləyir. Cəmaət də baxır, minlərlə insan. O çətindir. Tofiq də burada özünü də çətinə keçməlidir, özünə inanmalıdır və bizi hamımız sevindirməlidir. Çünki məsuliyyət var və biz inanırıq ki, Tofiq udacaq. Amma rəqib də bura gəlir udmaq üçün. Rəqib artıq UFC-də 4 dəfə, 3 dəfə vuruşub, gözə döyüşləri göstərib və onun üçün daha asandır döyüşə səhnəyə çıxmaq, ringin içinə girmək, qəfəsin içinə girmək. Tofiq birinci dəfədir girəcək UFC-nin qəfəsinə. Bəlkə demək olar ki, Tofiq neçə dəfə vuruşub, rizində çempion olub, maşallah. Amma UFC başqadır da. Həm də Azərbaycandadır. Ümumiyyətlə bir şey deyim də, bu promotion təşkilatlar barədə də, məsələ bir gün baxırıq, var toplar, top promotionlar var, elə kimsə yaradır öz üçün məhəllədə, bazarda. Var. Toyxanalarda da mən görmüşəm. Yəni sözüm nəyə gətirəm? Hər yerindən duran deyir ki, məsələn mən dünya çempionuyam bu gün və dünya çempion adına birinə belə bir ki, belə deyək, xələr gətirir və ya ucuzlaşdırır da dünya çempion adını. Bax indi bu biz necə ayırd eləməliyik ki, indi məsələ Olimpiya idman növlərində müəyyən bir reqlament var ki, hansı ki deyilir ki, bu judodan dünya çempionudur və bu judonun bir növü var da, yəni bu judodur. Və ya Yunan-Roma güləşindən dünya çempionudur və ya Olimpiya çempionu və ya sərbəst və ya boksdan. Bu gün məsələn biz baxırıq, hər yerindən duran deyir dünya çempionuyam. Baxsan ki, bir kartof satanı üzr istəyirəm, udub gələ bilər, deyə bilər dünya çempion. Halbuki bizdə elə doğrudan da yüksək o promotionlarda vuruşan oğlanlar vardı ki, hansı ki, doğrudan da onlar o dünya çempionu adına olmalı layiqdirlər. Və ya ümumiyyətlə hər hansısa bir promotionda vuruşub qalib gəlmək o deməkdir ki, o dünya çempionudur və ya yox. Fikrin buna nədir? Xeyr, bir şey mən ayrılmaq istəyirəm. Olimpiya idman növləri ümumiyyətlə Olimpiya idmanları. Olimpiya idmanlar reqlamentə uyğun Olimpiya sport akord təsdiqlənib, sport akord tərəfindən və bütün sport akord tərəfindən təsdiqlənmiş döyüş növləri, idman növləri olsun tenis, olsun güləş, olsun üzgüçülük. Bunlar hamısı Olimpiya komitəsinin nəzarətindədir. Amma qaydasız döyüş, belə doğru deyil, əslində qaydasız döyüş deyil. Mixed martial arts, qarışıq döyüş idman növləri. Orada idman növlərinin qarışığıdır. Qaydasız döyüş köhnə rus sözündən gəlir, boyə без правил. Amma əslində qaydalar çoxdur orada. Həddindən artıq çoxdur. Burada peşəkar promotion var və bu idman növü özü peşəkar, marketinq və kommersiya idman növü kimi yaranıb 90-cı illərdə. Onlar başlayıblar kommersiya işləri birinci. Kim kimin döyəcək? UFC Ultimate Fighting Championship birinci kim olub? Judo, boksa qarşı, kickboxing, jiu-jitsu'ya qarşı hamı öz formada olub. Hamısı show idi Las Vegas'da. Lorenzo Fertitta qardaşlar, kazino saxlayanlar hələ ki Las Vegas'da. Bunlar UFC-nin Dana White'la danışıblar. Dana White da bunlarla bir yerdə oxuyurdu vaxtıyla. Nəsə maraqlı bir şey eləyək kazinoda. O da təklif elədi ki, döyüşləri eləyək. Lorenzo Fertitta qardaşları da bunlar pul veriblər və Dana White başlayıb şou eləməyə. Maraqlıdır. Qan, dava, qırğın və Renzo və Gracie ailəsi də ora girib, başlayıblar onlara dəstək eləməyə və belə UFC yaranıb. Başqa idman növləri isə boksdur, olsun judodur, güləşdir. Bunlar o qədimdən gələn idman növləridir. Və burada peşəkar təşkilatlar yoxdur. Boksda da eyni şeydir də. Gəlib baxırsan boksda peşəkar döyüşlərdən danışıram. O 21-0, 21-0, 30-0-dır. Hardan? Hamısı dünya çempionlarıdır. WBC, HBO, CBC, ARB, bilmirəm. Kəmərlər saxlayırlar. Çünki hamısı kommersiya təşkilatlardır. Ayrılmaq lazımdır. Və dünya çempionlar hansı gəzirlər, bunlar məsələ üçün hansı bir təşkilatda vuruşurlar. Olsun, adını çəkmək istəmirəm təşkilatın, reklam olmasın, pisləmək də istəmirəm. Olsun falan ölkədə. Reytingdə yox. Hakimlər səviyyəsiz. Amma ad qoyurlar dünya kəməri. Dünya kəməri. Mən də Bakıda görmüşəm belə yarış. Mən iştirak eləmişəm, belə baxmışam da izləmişəm. Vuruşurdular, pul zat atışdırırdılar, 20-30 manatdan. Kəmərə kim vuruşur? 50 manat. 50 manatdan qoyurdular, kəmərə vuruşurlar. Sonra da həmin bu insan valideyni gəlir, deyir ki, mənim oğlum kəmər saxlayır bu boyda, dünya çempionudur, məsələn, MMA-da. Hardan idman çempionu, yəni hardan dünya çempionu.
təşkilatlar var, keçməlidir o, rəqibləri vurmalıdır, reytinqə düşməlidir. İnsanlar dərinə girmirlər və hər gedənə Instagramda olan belə mediyini insanlara baxırlar. Bunlar deyirlər ki, mənə TikTok dünya çempionuyam. Əslində bir dəfə vuruşub bəlkə. Amma deyir ki, mən dünya çempionu. Ən dəbdə olan hansıdır? Gəl mən ermənini utdum dünya çempionu. Ən dəbdə olan. Acından ölən bir adam gəl bu milləti bir udmağa özlərinə şərəf verir. Dünya çempionu. Vuruşun, udum. Amma ki əslində əsl olan dünya çempionlarının reytinqini və əziyyətini yerə salırlar. Yerə salmasınlar. Əsas ondan gedir. Məsəl üçün çox lazımdır. Götürək Tofiq Musayevi, Nəriman Abbasov. Tofiq Musayevin vaxtında Rizin dünyadan 4-cü olmuşdu. Rizin təşkilatı dünya 4 nömrəli olmuşdu. O da o vaxt Kəmər Qulduqda 2020-ci ildə. 2019-cu ilin 31 dekabrı deyəsən olmuşdu. Fakt. O qədər əziyyət çəkdi. 30-a yaxın yaşı var idi, 31 yaşı var idi Tofiqin o vaxtı. Əziyyət. Amma onunla bərabər hansısa bir oğlan gəlir, deyir ki, mən adam vuruşmuşam falan ölkədə, mən dünya çempionuyam. Mənə master sport verin, mənə pul verin, premiya verin, sponsorla verin. O nə qədər düzgündür, qardaş. O boyda əziyyət çəkən Nəriman Abbasov özü 5 dəfə kəməri saxlayıb Fight Nights klubu o vaxtı 10-cu yerdə olmuşdu dünya reytinqində. Əziyyət çəkir, vuruşur. Sən onu necə müqayisə edirsən? O düşüncədən asılıdır. Necə bu yolda biz gedirik maşınla, dəhşət, bir-birinə imkan vermirlər keçmək, probka yaradırlar, hörmət eləmirlər. İnsanlar özlərinə birinci hörmət eləməlidirlər və öz-özünü aldatmaq olmaz. Sən nə qədər danışırsan dünya çempionusan, əgər sən özün bilirsən ki, bu düz deyil, heç bir yaxşı şey olmayacaq. Yaxşı, bu necə şey eləmək olar da? Statistika götürmək olar ya bunu ümumiyyətlə qaydaya bu işi necə salmaq olar da? Çünki bugünkü gün Azərbaycanda ən populyar mövzudur. 3 yaşlı uşaq da dünya çempionu olur, 35 yaşlı uşaq da dünya çempionu olur. Nə bilim baxırsan ki, biraz düzgün deyil də, mənə elə gəlir ki, yəni bu qaydaya salınmalıdır da. Yəni qarşı idman növləri qaydaya salınmalıdır. Hər ringə girən dünya çempionu deməyi düzgün deyil mənim fikrimcə. Yenə biz adlarını çəkdik, hansı ki elə promotionlarda vuruşurlar ki, bizim idmançılar fəxr edir hər birinə, əlbəttə ki, bayraq qaldırırlar. Amma belə yüksək səviyyədə olan idmançıların mənə elə gəlir ki, zəhmətini yerə vurmaq olmaz. Bunun hər hansısa bir yolu olmalıdır. Əlbəttə ki. Müxbirlər, jurnalistika, media. Media qurumları kompakt işləməlidir bu barədə. Biraz əslində biz Rafiqlə bu barədə çox danışmışıq. İdmançılarımızın özündə də biraz günah görürük. Bəzən peşəkarlar meydanı buraxır o adamlara da. Bugün peşəkarların çoxsu görünmür deyə meydan qalır o boş idmançılara. Məsələn, indi Rafiq burada gəlir, danışır. Nə bilim, bir-iki idmançımız danışır. Amma o qədər böyük idmançılarımız var. Danışmaqdan qaçırlar, inkişaf eləməkdən, beyinlərini inkişaf elətdirməkdən. Həm də burada kompakt iş olmalıdır məncə. Yəni federasiyalar, idman ictimaiyyəti və media bir yerdə. Biz indi bir proyektə başlamışıq. Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası, hansı ki mən də tərkibindəyəm. İndi yeni bir proyektə başlayırıq. Onun üzərində işləyirik. İdmançıların həm danışığı, səlis danışığı, söhbət perspektivli, gələcəyə uğurlu olan idmançılardan gedir və eyni zamanda sosial şəbəkələri işlətməsi barədə bu tipli belə biz proyektimiz vardı. Fikirləşirik ki, harasa 60-a yaxın idmançıları yığaq sayla, hansı ki gələcəkdə perspektiv var. Həm Los Angeles Olimpiyadasınadır, həm də eyni zamanda ondan sonraki dövrə nəticə verə biləcək idmançıları yığaq. Onları da həm danışığını öyrədək, həm eyni zamanda sosial şəbəkələrin, medianın istifadəsini öyrədək. Çünki bugünkü gün mən baxıram, TikTokda bir dənə şillə təpi atan ən yüksəkdə gedən professional idmançılardan məşhur. 100%. O var. Nömrə verən deyirlər. O var. Çəkin nömrə verən deyirlər. Müəllim. Məsəl üçün indi hal-hazırda mən bildiyimə Azad Əsgərov MMA Federasiyasının prezidenti, Bakırçın Grappling MMA Federasiyasının prezidenti bu mövzuda biraz diqqətlə yanaşır bu mövzuya və gələn gedəni saymır. Çünki özü professional idmançıdır, peşəkar idmançı. Kimsə məsəl üçün deyir ki, mən orada vuruşuram, o yoxlayır, baxır, öyrənir, soruşur, məsəl üçün bu nə təşkilatdır, hardandır, o düz istiqamətdir. Elə olmalı. Çünki olmasın MMA, olsun başqa idman növləri. Həqiqətən yarışlar çoxdular, amma rəsmi yarışlar azdır. Bunu kəsmək üçün Azərbaycanda mən təklif eləmişəm bir neçə dəfə. Sadəcə bilmirəm nəyə görə bu mövzuya toxunmurlar. Azərbaycanda Amerikada kimi Atletlər komissiya var dedin sən, atletik komissiya olmalıdır. Hansı ki heç bir peşəkar döyüş növlərinə lisenziyasız imkan vermir iş görməyə.
Çünki problem təkcə döyüşlərdə deyil, Rafiq. İnanırsan, gəlirsən hərdən bir yarışa, həkim yoxdur yarışda. Yazıq valideyn hardan bilir nə yarışdır, nə təşkilatdır. Valideyn də fikirləşir ki, uşağıdır da. Uşaq gedib vuruşur, çempion olacaq uşağım. Ha, mama, bir neçə mən özüm rastlaşmışam. Mənim qardaşıma salam söyləyirəm, baxacaq ona. Qardaşım neçə elədi ki, əmi oğlumdur. Hansı bir deməyəcəm, idmanla məşğul olmuş. Dedim bu idman növü yoxdur belə bir şey, qardaş. Boş söhbətdir, eləmə onu, tanıyır onu. Eləmə onu. O get güləşə. Get. Yox, mən oradayım. Atası deyir ki, çempiondur orada. Nə çempionla? Nə çempion? Sən papaya deyirsən çempionsan, mən gəlmişəm də yarışa bir nəfər oldu, sən olmasa sənə birinci yer verdilər. Papaya deyir ki, mən birinci yer almışam. Papa da sevinir. Sonra gəlib indi çıxıb idman akademiyasına, belə bir idman yoxdur. Yoxdur. Və bütün zəhmət, neçə illər güya ki gedib, boş-boşuna gedir. Valideyn bilmir. Valideyn uşaq da aldada bilər. Amma özü bilir ki, məsəl üçün gedib yoxlayıb özünü ciddi yarışda, ciddi judo yarışında, MMA yarışında ki, boxing görüb ki, heç nə bacarmır. Eşidib ki, hansısa bir təşkilat yarış keçirdir, hansı zəiflərdir. Gedim ora. Papa da sevinsin, mama da sevinsin. Orada da çempion olum, məktəbdə gedim, medal alsın özümə. Deyim ki, mən beləyəm, bomba alana. Gedirlər ora. Bunları kəsmək lazımdır bu yarışları. Diqqət yanaşmaq, diqqətlə yanaşmaq lazımdır. Bir məqam da vardı da, əgər belə yarışlar kəsilsə, bax, bəzən belə yarışlardan perspektivli idmançıları seçib çıxartmaq olur, bəzən. Görürsən ki, aşağı yaşda... Bütün perspektiv idmançılar, inan mənə, yaxşı çalışırlar, yaxşı təşkilatda iştirak orası elədir, amma məsələ, ola bilir, mən fikirləşirəm, mənim düşüncəm budur ki, məsələn, ümumiyyətlə güləşdə belədir də, seçim belədir. Aşağı yaş qruplarından başlayırsan, U15, U17, U20, U23 və böyüklər arasında. Voleybolda da eyni şeylər yerdə, olimpik idmanlarda. Yəni, başlayırsan buradan, gedirsən, məsələ, seçimlərdən Azərbaycan çempionatı, Bakı çempionatı regionlardır, aşağıdan başlayır, sonra gedir turnirlər, Avropa çempionatı və belə addımlaya gedirsən də. Amma bu idmanlar elədir ki, qarışıq idman növləri deyirik, qarışıq idman növləri. Burada məsəl üçün müəyyən bir seçim yoxdur da, deyək ki, sən bu seçimi eləyəcəksən, tutaq ki, sən Azərbaycan çempionu, sən getdin Bellatorda vuruşdun və ya Fight Nights-da. O mümkün deyil. Mümkün deyil. Ona görə mənim fikrimcə, yəni mən belə baxıram ki, yəni düzdür, indi MMA Federasiyası bunda hamısını yaxşı da, necə lazımdır hamısını yaxşı bilirlər. Çünki rəhbər birbaşa orada özü idmançıdır deyənə, hamısını yaxşı bilir. Onu anlatmaq artıq mümkün deyil. Hansısa valideyn anlatdığın kimi. Azad Əsgərov işini yaxşı bilir. O özü peşəkar idmançıdır, elə belə deyil ki o. Ona görə mən fikirləşirəm ki, yəqin ki, sistemləşməlidir ki, hər yerindən duran deməsin ki, dünya çempionu və ümumiyyətlə də doğrudan da qarışıq idman növlərində vuruşan idmançıları işıqlandırmaq lazımdır. Hansı ki, o toplarda vuruşan idmançıları işıqlandırmaq lazımdır ki, artıq bilinsin ki, kimdir və hər yerindən duran deməsin ki, mən dünya çempionu, elə mən o gün qarşıma bir şey çıxıbdı, beynəlxalq dərəcəli idman ustasıyam. Mən deyirəm ki, Azərbaycanda beynəlxalq dərəcəli idman ustası, yəni 91-ci ildən sonra yoxdur da, bunu Sovet İttifaqında qalıb. Yəni bu hardan alıbdır? Nə bilim, ya nəmin şeydir nədir? Dağıstan əməkdar idman ustasıyam, biri nə bilim şeyin nədir? İranın əməkdar idman ustasıyam, biri nə bilim, bu hardan alırsınız? Və ya şeydir nədir? Mən Avrasiya çempionuyam. Yəni ola bilər hansısa bir turnirin adına Avrasiya çempionatı qoyub keçirə bilərsən, o şey deyil. Amma o sırf Avropa dünya çempionatı kimi və ya belə deyək, bu təşkilatların yarışları kimi qələmə vermək, onlarla bərabər tutmaq məncə düzgün deyil. Əlbəttə ki. Məmməd, sənlə davam eləyək. Mövzu o qədər dərin, döyüşçü idmançımız yanımızdan çıxmışdı. Nə yerdədir indi və hazırlıqlar, hədəflər nədir? Artıq kontraktı bağlamışıq, Allah'a şükür. İyulun 24-də vuruşuram, Moya Warriors-da. İndi 9-0-dan inşallah 10-0 eləməliyəm. Rəqibim də Ferez Jacobs olmalı, səhv eləmirəmsə. İndi görək, ümid edirəm ki, istəyirəm daha doğrusu ki, onu aşırdım da. Özü də stoyka işləyən rəqibdir, normaldə döyüşür də stoykada. Onu böyük ihtimal inşallah aşırtmaq istəyirəm. Bəyağı çəkilişdən qabaq oturub onu analiz edirdi. Onu döyüşdə baxırdı. Analiz özü vacib şeydir, çox 20 yaşına baxmayaraq, çox diqqətlə yanaşır hər şeyə Məhəmməd Əli. Həqiqətən belə idmançı ilə işləmək ləzzətlidir, həqiqətən. Hədəf nədir əsas hədəf? Gələcək böyük hədəf. İnşallah. UFC əlbəttə hər bir idmançının xəyalıdır. Bizdən soruşan hədəfən də Olimpiya çempionu, UFC. Maksuratda, orada kəmər götürməkdir. Ümumiyyətlə, ora gedən yol, indi biz Şir Aslanla da danışırıq, başqa idmançılarla da danışırıq, amma bir gənc idmançının baxışı başqadır. Sən tərəfdən baxanda necə görürsən? Yəni, hansı mərhələləri keçməyə düşünürsən, tez istəyirsən, gec istəyirsən? Əslində, hər şeydə olduğu kimi tələsmək olmaz bu idmanda da, qaydası döyüşdə. Mənim yolum var ki, Warriors vuruşurum, indi bu yolu.
İnşallah gedim. Hal-hazırda UAE Warriors Abu Dhabidəki təşkilat dünya reytinqində 6-cı nömrədə. 6-cı yerdədir. Dünya reytinqində. İnşallah oranı udum. Artıq adımda Dana White Contender seriyası gedir. Əsas döyüş oradır. Oranı udandan sonra da birbaşa UFC 4 döyüşlük kontrakt götürməkdir. İstəyirəm John Jones, məqsədim odur ki, John Jones götürmüşdü 23 yaşında da kəməri. İstəyirəm 22 yaşında mən götürüm də. 2 ilim qalıb. İndi tak vuruşmalıyam ki, gem götürüm. İndi tələsmək də buradan gəlir də. Məndə biraz həqiqətən var. Şəxsən həmişə mənə deyir ki, menecerimdir. Həmişə deyir ki, tələsirsən, tələsmə. Amma məndə belə yəni 20 yaşım var, 9-0-am da. Yəni Şəxsən mənə də menecerlik elə də. Problem yoxdur. Mən də vuruşumda qarşı. Mən sənə təklif eləmişəm də, yaxşı da təklif eləmişəm sənə. Mənlik deyil. Mən bu Sənə də lazımdır ora. Biz onu danışırıq həmişə. Aramızda zərafatımız vardı. Mən qarışıq idman növlərinə belə biraz gənc dostumuz da biraz mənə bağışlasın. Biraz yanaşmam fərqlidir. Dırnaqarası baxıram. Niyə? Çünki mən adam döyə bilmirəm də. Əlim gəlmir ki, yerə yıxılan adamı döyüm. Sən bu idmanın qaydasıdır. Yəni döyüşürlər. Görsən deyir ləzzətli. Manyaqdır. Mənim üçün ləzzətli deyil. Məsələ bizdə güləşdə qan çıxanda hakim anında saxlayar. Nəsə məsəl üçün artıq əski hərəkət vurmaq yoxdur, başla vurmaq olmalı. Amma qarşı idman növlərinə baxsan, bir-birini necə döyürlərsə. Zaman bu ciddi müzakirə mövzusu olan məsələdir. İndi bilmirəm. Zövqdür də. Bunu sən şey eləyə bilməzsən ki, yəni belə deyək də. Yox, söhbət axından da getmir. Ümumiyyətlə dünyada olsun belə. Kiminsə nəsə sevdiyi iş var da. Kimsə qaçmağı sevir, kimsə güləşi sevir. İndi qaçıcı güləşçi deyə bilməz ki, şey nədir? Qaçıcı zəif idmançıdır. Yoxsa şahmat. Hə, şahmat. Ən çətin idman növlərindən biridir şahmat. Ən çox kaloriya. Yəni o biz ki yanında onun haqqında da söhbət eləmişik. Şahmat niyə olimpiyadaya daxil edilmir? Onun haqqında da danışmışıq. Yəni ağır idmanın hər idmanın öz ağırlığı var, hər adamın da öz seçimi vardır. Və seçim özünə görə uyğun eləyirsən və davam eləyirsən bir növ. Amma mənim fikrimcə mən məsəl üçün adam döyə bilmirəm də, mən istəmirəm. Amma gənc idmançıdır. İnşallah ki, yəni sən istəyərəm ki, UFC-də ən top 1-də gedəndir də, sən bilirsə 1-də gedən promotion hansı ki, özü çox irəli keçib, ha, 2 qat, ikinci yerdən 2 qat xalla irəlidir. Yəni ona yaxın durmaq olmur da. Sözüm nədədir ki, belə bir promotionda bizim də idmançımız olsun, hansı ki, biz oturub ona buna azarkeşlik eləməyə yerinə oturub özümüzünkünü eləyək. İndi düzdür, bu UFC-də bizdə olacaq vuruşanlar vardı, amma gənc idmançılar hansı ki, addımlaya gəlib o sıraya çıxmağı özü böyük uğurdur. Təkcə 22 yaşında nə bilim kəməri almaqla kifayətlənmək deyil, eyni zamanda uzun müddətli ad qoymaq lazımdır. Ümumiyyətlə bizdə elədir. Bizdə Rafik kimi. Bizdə çox sağ ol. Bizdə 90-cı illərdən belə bir stereotip var idi ki, nəticəni verdin, pulu aldın, get kef elə. Amma artıq son dövrlərdə görürük ki, olimpiya idman növlərində bir nəticə ilə kifayətlənmirlər. Məsələn, güləş üzrə bu gün götürsək 3 qat Avropa çempionu həsrətdir. Eldənizi götürsək Azərbaycanda yeganə dünyada 4 qat dünya çempionudur. Və ya məsələ götürsək Hidayət indi hazırlaşır 2-ci olimpiyadasına, bir qızılla kifayətlənmir, ikincini istəyir. Belə şeylər var da, həmçində biz istəyirik ki, ambisiya olmalıdır əlbəttə ki. İndi bugünkü gündə mən fikirləşirəm ki, təkcə o hədəflə yanaşmaq lazımdır ki, kəməri götürün və salam, eyni zamanda da bəs necə? Davamlı olmalıdır. Şiraslan, bu Bakı paytaxtımızda keçiriləcək yarışla bağlı suallarım var. Bəzilər belə işgüzar suallardır. İstəyirəm onlara cavab alım. Bayaq dedin, o prosesi bilmək istəyirəm ki, necə olur UFC Bakıya gətirmək prosesi. Bu ilk cəhdimiz idi, səhv eləmirəmsə. Və ümumiyyətlə UFC-nin öz yanaşması necədir? Başqa ölkələrdə keçirilmə nümunəsi varmı? Bizimlə fərqi nədir? Ən əsası davam edə bilərmi bu? Yəni, bəli, əlbəttə ki, bu cür təcrübə var. UFC çoxdandır başqa ölkələrdə keçirdirlər. Fight Night UFC-də bir neçə kateqoriya var. Qardın, döyüş gecəsinin. Fight Night-də nömrəli turnir, hansında ki, ən böyük ulduzlar vuruşurlar. Və pulsuz ESPN və hansı bir kanalda olan turnirlər. Bizdə olacaq Fight Night. Fight Night turniri dünyada çox yerlərdə var.
Fransada olub, Moskvada olub, 2 dəfə mən olmuşam Moskvada. İrlandiyada olub, bəli. Qafqaz regionunda, ümumiyyətlə postsovet regionunda ikinci bizim Rusiyadan sonra. Mən fikrimcə yanında deyil ki, hansı bir başqa bir postsovet ölkədə UFC olub. Və Instagrama baxsan, hamı yazır ki, niyə Azərbaycan, Qazaxstan deyil, niyə məsələn Belorusiya deyil, Özbəkistan deyil. Halbuki onlarda həqiqətən döyüşçülər çoxdur. Azərbaycan çünki iş görüb. Mən şəxsi tanırım insanlar, hansı ki bu işdə olublar və çalışırdılar neçə illərdir bu təşkilatı Bakıya gətirməyə. Və sağ olsun bizim nazirimiz Fərid Qayıbov həqiqətən o diqqətlə yanaşır doğrudan MMA-yə. Bəli, onun xoşuna gəlir MMA. Diqqətlə yanaşır. Bir neçə dəfə mən qəbul eləmişdi döyüşlərlə. Qeyd edirəm ki, ilk idmançı ilə onun qəbuluna düşən mən olmuşam. Nəriman Abbasovla. 3-4 gündə cənab nazir öz postuna keçdi. Mən də Nəriman Abbasovla kəmərlə gəldim. Gəlmişəm. Diqqətlə yanaşır. Nazimlə Fiziyevin gəlişini də səbəb. Bəli. Görüşür, diqqətlə yanaşır və Bakıya bu cür təşkilatı gətirmək. Biz başlamışıq Rizinlə. Rizin noyabrda olmuşdu burada. Rizin yadında. Özü böyük bir bayram idi Azərbaycan MMA. Qəşəng keçirilib, super oldu. Ümumiyyətlə Azərbaycanda keçirilən böyük yarışların hamısı 2018-də mən burada ACA keçirmişəm Azad Əsgərovla. Biz bir yerdə keçirmişik, cənab nazir tapşırıq vermişdik. Biz bu işlə məşğul olaq. ACB o vaxtda olub 2018-də. Ondan sonra Axmat gəldi və başlayıb yavaş-yavaş səviyyə artırmaq. Bizdə ümumiyyətlə bu cür yarış keçirmək prestijdir. Ümumiyyətlə UFC özü brenddir. Formula 1 kimi. Formula 1 kimi. Baxışlardır, marketinqdir, reklamdır, cəmaət tanıyır Azərbaycanı indi. Bizim orada idmançılar iştirak edirlər, bilirlər ki, Azərbaycan var. Siz mənə inanın, mən bəlkə səhv salıram, amma mənim fikrim odur ki, Dağıstanı ölkə kimi Həbib Nurmagomedovdan sonra daha çox tanınırlar. 100%. Çünki ondan qabaq Həbib Nurmagomedov samboda vuruşub, sonra MMA-da M1-də vuruşub. UFC keçəndən sonra cəmaət Amerikada bir Dağıstan nədir? Sən Amerikada çox olmusan və bunu yaxşı bələdsən, bilirsən. Ümumiyyətlə orada insanlar bizdə kimi daha geniş belə deyək, məlumatda deyillər. Deyirlər, yox, onlar lazım deyil çünki. Lazım deyillər. Maraqlı deyil. Yəni onlar biraz başqa cür həyat tərzi yaşayırlar ki, məsələn mən Las Vegasda 2015-ci ildə olanda biz mağazində alış-veriş edəndə, kredit kartına ödəniş edəndə orada qeyd edirdilər bəzi məlumatları. Biz deyirik Azərbaycan, ümumiyyətlə Azərbaycan haradır bilmir. Biabırçılıqdır. Elə bir ki sən Zimbabwe tanımırsan, yoxsa Farel adaları. Biz bilirik bunu, onlar bilmirlər. Yəni bugünkü gün biz belə deyək də, mən orada hətta əsəbləşdim kassada. Dedim ki, mən sənin ölkənin tarixini bilirəm, coğrafiyasını bilirəm. Sən mənim ölkəmin bir dənə adını bilmirsən, lağlağı ilə məndən soruşursan. Amma indi bugünkü gün baxın, Formula 1 kimi yarış, Avrovision olsun, Avropa oyunları olsun, İslam oyunları olsun və ya MDB ölkələri oyunları, hər şey. İndi böyük yarışlar mini futbol, dünya çempionatı olub, super keçirilir. Bu kimi yarışlardan sonra artıq ölkəni də tanımağa başlayırlar da. Mən adi bir dənə fakt deyim. Keçən dəfə bir nəfərlə söhbət edəndə bunun haqqında bildim. Formula 1 yarışlarına Avstraliyadan bir cütlük gəlibdi. Formula 1 həvəskarlardılar sadəcə. Avstraliyadan gəliblər bura, Azərbaycana, bütün dünyanı gəzirlər. Gəlib Azərbaycanda da yarışa baxıblar. Buradan gedəndən sonra onlar Avstraliyada Azərbaycan restoranı açıblar. Təsəvvür elə. Yemək o qədər xoşlarına gəldi də ki, ya ümumiyyətlə Azərbaycanlı deyirlər, Azərbaycanla heç bir əlaqə yoxdur. Sırf Formula 1-ə gəliblər. Avstraliyada Azərbaycan restoranı açıb. İndi UFC də elə bir təşkilatdır ki, ölkənin prestiji üçün, ölkədə idmana nə qədər diqqətin ayrıldığını göstərən bir şeydir bu. Yəni bu da kənardan görülür, alqışlanır və zarafat deyir ki, bugünkü gün belə böyük yarışları bizə keçirirlər. Mən fikirləşmirəm ki, UFC-dən məşhur promotion və ya Formula 1-dən məşhur yarış vardı ki, media görə UFC bir dənə qaldı bizdən fikirləşirəm ki, Wimbledon turnirini də İngiltərədən gətirsinlər. Bir dənə dünya çempion futbol. Bir də futboldan dünya çempionatı qalıb. Gətsələr bura da başqa işlə. İndi Avropa çempionatı futboldan bəzi olub. Mən iştirak eləmişəm, işləmişəm. Yəni belə deyək də, futbola harsa olubdu. İndi qalıb bir elə idmanla bir tenis qalıb, golf qalıb.
Onlar da getsələr, ən prestijlilər hamısı burdadılar. Yavaş-yavaş. Bütün açifkalar o PlayStation oyuncudan açifka çıxır. Ding 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 hamısı oraya hamısı yığacağıq biz. Elədir. Vacib məsələlərdir. Biz Rafkin dediklərinin davamı olaraq artıq Formula 1 ailəsində, o da dünyada özünə görə böyük bir ailədir. Doğrudan tanıyırlar formulaya görə. Mənim oyunçularım var voleybolda, xaricdən gəlirlər də. Belgiyadan, Rusiyadan gələn var, Serbiyadan var. Tanıyırlar. Ha, Formula 1 Azərbaycan. Çünki tanıyırlar doğrudan formula kömək edir. Də məsələn tanıyacaqlar. Qeyd etdiyimiz kimi ayrı-ayrı növlər. Kütləsi nə qədərdir? Bu üzr istəyirəm. Media kütləsi nə qədərdir ki, izləyici kütləsi daha. UFC-nin desən 30 milyona yaxındır. Yoxsa 10 milyon. Bu yəni sosial şəbəkələr. Instagramda da. Hə, sosial şəbəkələr. Amma baxışlar nə qədər? Baxış əgər belə deyək də götsə canlı yayımın baxışlarını yəqin ki milyarda keçər. Eyni zamanda da əgər mütəmadi olaraq hər hansısa bir vaxtı götürsə milyardlardandır yəni bu baxışlar. Bir dənə orada UFC Baku yazılıbsa bir video artıq bizim olur. Özün bilirsən ki Instagramda baxırlar amma follow eləmirlər. Follow eləyin. Bu cür podkastı follow eləmək lazımdır. Çox sağ ol. 7.3 milyon məsəl üçün dünyada baxırlar 7 milyon adam. Hələ abunədir. Bunun davam etməsi üçün o hissəsi qaldı. Davam etməsi perspektivi necədir? Yəni əlbəttə ki, mən inanıram ki, Azərbaycanda birincisi təcrübə var bizdə belə yarışlara keçirmək. Bu təşkilatçılığı ilə Bakı City Circuit məşğuldur. Formula 1 yarışı keçirilən. Keçən dəfə Rizin turniri keçirdiblər onlar. İndi UFC-də bunlar keçirilir. Təcrübə var. Texniki baxımdan mən 100% hər şey əla olacaq, səviyyəli. Çünki biz neçə dəfədir artıq böyük bir yarışlar keçiririk burada. O ki qaldı maraq da orada. Hamı baxır, hamı paylaşır, hamı gözləyir. Şəhərdə baxırsan, 10 söhbətdən biri söhbət UFC-dən gedir. Ana UFC-yə baxacaqsan. Hələ vaxta var. Axırıncı gündə. Mən də UFC ilə məşğulam. Maraq da var. Dünya çempionu. Dünya çempionu. Bildiyimə görə yaxşıdır. Bilet 70-80% satılıb dedilər. Satılıb. Yüksək rəqəmdir. İnanmıram ki, o qədər heç 70 çox olar məncə artıq da axıra. Kvota da olub bizdə hələ ki də mən bildiyimə görə. Mədəniyyət var axı adətən döyüş günü alır. Axırıncı günə sonra da axtarırlar. Mənim günümdədir. Dünya çempionatının finalına axırıncı günə bilet axtarırdım. Böyük əsərətimiz elə oluruq. Bu döyüşçülərin perspektivindən danışdıq. İnşallah orada Tofiq uğurlu olandan sonra da sən dediyin kimi bizim məşqlərin yetirməsi. Əvvəllər məsələn biraz başqa cür idi. İndi bilmirəm necədir. Son bir neçə ay çox 1-2 ildir deyək ki, yaxından maraqlanmıram, amma əvvəllər bilirdim ki, bir idmançımızın ora düşməyi digərlər üçün yaxşı yol açır və yaxud da indi Tofiqin qazanacağı qələbə nəyi dəyişə bilər bu mənada? Bir növ perspektivlər. Nəysə, perspektivlər də, amma döyüş tərəfi. Əlbəttə ki, Nazim Sadıqov, Rafael Fiziyev, indi də Tofiq Musayev UFC-də Azərbaycan bayrağı qaldırırlarsa, ümumiyyətlə UFC ekranında Azərbaycan bayrağı çıxırsa, artıq bu böyük bir müsbətdir. Aha, o tərəflərdə döyüşçülər var. Məsəl üçün Amerikalılar bilmirlər kim harda yaşayır, kim harda qalır. Azərbaycanlıdır. Fiziyev Azərbaycanlıdır, Nazim Azərbaycanlıdır, Tofiq Azərbaycanlıdır. Bu bizim daxili marağıdır ki, Azərbaycan məktəbinin yetirişməsi döyüşümüzü UFC-də görək. Amma əslində böyük bir müsbətdir. Məsəl üçün cavan oğlanlar üçün sabah mən menecer kimi işləyirəm, təklif edirəm Maqanı Osmanlıda döyüş kimi. Baxırlar, hardandır bu? Azərbaycan. Yox, Azərbaycan olmasın da, məsəl üçün hansı bir ölkə, hansı ki marağı deyil də MMA-də olsun, ən izinə götürək Fransada indi yaxşıdır. Farer adaları. Farer adaları götürək. Amma baxır deyir ki, belə də nə maraq olacaq? Tanınmış idmançı yoxdur, baxan yoxdur oradan. Kim olacaq? Kim ona baxacaq? Amma baxırlar ki, Məhəmməd Əli Osmanlı Azərbaycanın bəyək Tofiq Musayev, Nazim Sadıqov, Rafael Fiziyev vuruşub, qəşəng vuruşurlar. Top 10-dadır Fiziyev. Tofiq də çempion olmuşdur, Nazim Sadıqov qəşəng vuruşur. Bəlkə bu da yaxşı vuruşar. Heç olmasa baxacaqlar. Olmasın Maqa olsun Asaf Çopurov, olmasın Asaf olsun başqa. Döyüşçülərə artıq diqqətlə yanaşacaqlar. Azərbaycandan Dağıstan necə baxırlar? Dağıstanlı döyüşçülər gəlirlər, ucu deyirlər ki, Dağıstanlıdır. 1-0 Уже все, уже plus var. Da. Bilməş, eyni şey də Azərbaycan üçün olacaq. İndi bu uşaqlar inşallah udacaqlar. Bizim gənc idmançılarımız üçün, imlə gənc, perspektiv idmançılar üçün daha geniş yol açılacaq. 100%. Bir sual verim ümumiyyətlə. Bu çox maraqlı bir şeydir. Mən fikirləşirəm ki, valideynlərə də bu maraqlı olar.
Ümumiyyətlə MMA-ya başlamaq üçün yaş və ya hansı şərait olmalıdır və məsələdə güləşə bizə güləşə gələndə biz deyirik ki, 8-10 yaşdan xüsusi fiziki güc göstərici olan idmançılar olanda 7 yaşında da 6 yaşında da götürürlər, amma çox vaxt deyirik özgüçülük ya da ki idman gimnastikasından başlayın. MMA-da bu proses nədərdir? Mən öz fikrimi deyəcəm. Məsəl üçün götürərəm, mən özüm də idmançı olmuşam, idmandayam. Elə voleybolda da kriteriyalar var. Hər idman növündə kriteriyalar var. Məsəl üçün voleybolda biz hündür olmayan uşaqları götürmürük. Çünki voleybol sırf hündürlükdən asılıdır. Əgər görəmsə 14 yaşlı oğlan məsəl üçün 1.75-dir, 1.80-dir, mən onu götürmərəm voleybola. Məndə çünki rayonlardan uşaqları gətirmişəm. 14 yaşlı uşaq var məndə, Hacı Qabuldan 1.96-dır. O 1.80 boylu 1.96 ilə necə oynayacaq? Mümkün deyil. Ona görə seçimlər eləyirik. MMA-da isə mixed martial art, qarışıq döyüş idman növləridir. Artıq bu idmanda qarışdırmaq lazımdır idmanları. Mən məsləhət görmərəm ki, uşaqlar birbaşa MMA-dən başlasınlar idmana girməyə. Olmalıdır baza. Götürək ən güclü döyüşçülər, hansı ki çempion olublar. Habib, Sambo, Daniel Cormier, güləş. Olimpiya güləşçisi də olub hətta Olimpiya komandasında. John Jones Amerikada kollec arası Yunan-Roma güləşindən çempion olmuşdu. Güləşçidir. Romero Olimpiya güləşçisi. Götürək Ronda Rousey. Hamısı o özü Muhammed Ali. Boksla, judo ilə, jiu-jitsu ilə hamısını məşğul. Sən gəlirsən MMA-ya artıq bunları qarışdırmaq. Amma hansı ki uşaq gəlir küçədən başlayır 8 yaşında qarşı döyüş idmanla məşğuldur. Nəyi qarışdırır o? Hansı idman növünü? Hansı güclü tərəflər var? MMA-da necə məşq keçir? Bir gün güləş, bir gün stoyka, kickboxing, bir gün boks, bir gün jiu-jitsu. Güləşdə necə keçir məşq? Bir gün güləş, ikinci gün güləş, üçüncü gün güləş, dördüncü gün güləş, beşinci gün güləş. Kim yaxşı güləşər? Sən, yoxsa uşaq hansı ki həftə bir dəfə güləşirdi? Sən ondan 6 qat güclü olursan güləşdə bir həftə içində. Əlbəttə ki, qarışdırmaq üçün bir şey olmalıdır. Mən məsələyə görərdim əlbəttə ki, 14-15 yaşına qədər olimpiya idman növünə məşğul olmaq. Bəli, baza. Necə olur ümumiyyətlə adətən? Hansısa bir idmançı olsun Yunan-Roma güləşçisi. Həmişə 3-cü, 4-cü yer tutur. Keçmir də yığma komandaya, keçə bilmir. Onu çıxardır scout, hansı ki bu işlərə məşğuldur. Görür də, nə bura gəl. Alınmır da səndə də. Keç MMA-ya. Görünür xarakterli idmançı götürür. Və özü də 3-cü, 4-cü yer güləşdə, 70-80 nəfərdən artıq o gör neçə adamın içində 3-cü, 4-cüdürsə, başqa idman növlərinə getsə, artıq zəif deyil o, artıq baza ilə formalaşmış idmançıdır. Onu biraz güləş öyrədirsən, biraz parter öyrədirsən, biraz jiu-jitsu, biraz kickbox, artıq formalaşır MMA döyüşçüsü, mixed martial artist. O vacib məqamdır. Ona görə baza ilə məşğul olmaq və ümumiyyətlə olimpiya idman növlərinə məşğul olmaq mən məsləhət görərdim valideynlərə. Ki uşaqlar getsinlər. Bəlkə 10 yaşında yox, 12 yaşında alındı nəsə. Bəlkə 12 yox, 14 yaşında baxdın uşaq açıldı. Həmişə 5-6 olurdu. Yarım finaldan, 4-də 1 finalda çıxmırdı. İndi də axırıncı yarışda gördün ki, yarım finalda 4-də 1-də, yarım finalda çempion oldu. Ola bilər. Olmasa hə. Keç MMA-ya. Bir dənə məqam da vurğulamaq lazımdır. Mən onu mütləq istəyirəm demək. Məsələ aşağı yaş qruplarında idmançılara müəyyən formalaşma verməlisən də. Məsələ deyək ki, judoda olsun, xüsusi fəlsəfəsi vardı. Güləşdə həmçinin bizdə öz nizam-intizamı vardı və qayda qanun var. Sən hər hansısa bir çərçivənin içindəsən. Sən bilirsən ki, bu çərçivədən kənara çıxa bilməzsən. Amma qarışıq idman növləri elədi ki, bura çərçivə yoxdur da, yəni. Düzdür, əvvəllər sən dediyin kimi qaydasız idman növü deyirdi. Bir növ qaydasızdır əslinə gələndə. Bir gün aşağı yaş qrupda olan uşaqları birdən-birə gətirib bu qaydasız və çərçivəsiz mühitə salanda sındırmaq olar. Artıq sındırmaqdan başqa da müəyyən bir müddətdən sonra da artıq onun formalaşmasına da təsir edəcək ki, hər şey qaydasız yanaşırsan düşünürəm. Amma artıq bir müddətdən sonra müəyyən bir belə deyək, yaşa çatmış idmançıya, məsələ bugünkü gün sən qayda qanunu öyrədə bilməzsən. Zaten bu yaşa çatıbsa artıq qayda qanunu nədir bilir. Amma 5 yaşında uşağı sən aparıb qaydasız döyüşə qoyasan ki, mən nədir, istəyirəm ki, sən yaxşı döyüşəsən. UFC çempion olasan. UFC çempion olasan.
bu gözünü açandan görür ki, ancaq bir-birini döyürlər, başqa heç nə görmür. Başa necə? Deməli də başqa Rafiq. Ümumiyyətlə bir hədəf yoxdur da, bir disiplin yoxdur. Sən hər gün cürbəcür idman növünə məşğulsan. O nə qədər düzgündür. Formalaşması çətin. Daha çətindir əlbəttə ki. Təbii ki, çətin olur. Mən məsələ yeri gəlmişkən səndən soruşum. Əsas məsələlərdən biri bu idman növündə inkişafı üçün, gələcək perspektivi üçün. Məşqlərini necə keçirsən, harda keçirsən və bu mənada bizdə soruşmayacağam, əminliklə deyirəm ki, ciddi çatışmazlıqlar var da. Məsələn, texniki tərəfdən olsun, kadr potensialı olsun, hazırlıqların necə gedir və ölkədə buranla qane ola bilirsənmi? İlk başlayım. Yoxsa xaricdə toplanış şərtdir, yəni bunu soruşmaq. Başlayım ilk olaraq idmançının özündən çox şəxsiyyətdir. Yəni idmançı özünün bədənini, özünü tanımalıdır, özünü göstərməlidir. Yəni bayaq nəyə danışırdıq? Biz ki, hamı çıxır deyir dünya çempionuyam, amma heç bir çıxıb respublikanı uda bilmirlər də. Sən birinci öz respublikada göstərməlisən ki, qıraqdan menecerdir, federasiya başqanıdır, hamısı görsünlər də səni. Belə şey yolun açılır. İndi soruşmaq istədiyim böyük ehtimal ki, sənin demək istəyirsən Azərbaycanda, Bakıda məşqlər nətər gedir. İndi var, düzdür, ayrı-ayrı zallar da hamısı normal olaraq, amma tam professional keçəndə, professional qane eləmir də insana. Məsələn, mən burada hazırlaşa bilmirəm. Niyə? Çünki o partnyorlar yoxdur da, o naqruskanı görə bilmirəm xaricdəki rəqibə uyğun. Məcbur qalıram, Zabit müəllimdir, menecerim Şiraslan Kərimovdur, Zabit Samedovdur, Zabit müəllim dediyim, federasiyadır, mənə dəstək durur, gedirəm, xaricdə hazırlaşıram zubala. Yəni deyirəm, Mən də xalanı dəyişdirmək lazımdır. Yəni nələrin dəyişməsini istəyirsən? İndi bilirəm Şiraslan o dərin fikirləri var. Mən istəyirəm ki, idmançının bir baxışmalı. Məncə yaxşı professional döyüşçülər, yaxşı professional döyüşçülər bir yerə yığılmalıdır, bir zala yığılmalıdır. Məsələn, baxsan xaricdə hansı zala deyək, American Top Team, American Top Team, Dağıstan olsun, hamısı yığılıb bir yerə paxat ellər də uğraşdı. Üstlərində də bir dənə normal müəllim. Bizdə təsvir yoxdur. Hər idmanda ayrı-ayrı müəllimləri var da, MMA-ya uyğun verirlər. Ayrı-ayrı hamı məşq eləyir. Birlik yoxdur. Məsəl üçün bizdə idmançılar azdır axı miqdarı. Nə qədər idman? Bizdə ümumiyyətlə olimpiya məşqçilər də azdır. Məşqlər az olsun, bizdə ümumiyyətlə sayı azdır. Çünki bizdə olimpiya ölkəsidir. Bizdə hər kəs, məsələn mən olsaydı, mənim oğlum olsaydı, qismət olsa mən onu olimpiya idman növünə verərəm. Çünki mən əlbəttə ki, bilirəm ki, nəticə var. Rafiqin yanına aparıram, onu deyirəm ki, Murat, uşaqdır, dağıt, sındır onu, yox Rafael Ağayevin yanına. Gəl bax, nə edə bilərsən ondan. MMA-ya gedən azdır. MMA-da nə pul var, nə dəstək var. Çətindir. Sən maddi kömək olmasa, bax deyirəm, bir neçə dəfə bora gedib də, artıq da Moskvada olub, 2 dəfə Dubayda olub, Taylandda olub. Pulsuz deyil axı. Öz cibimizdən veririk. Zabit kömək edir, bir tərəfdən mən kömək edirəm. Dəstək dururlar ki. Yox da axı bizdə. Federasiya neynəsin? Federasiya pul qazanmır. Onlara da heç nə deyə bilmirəm mən. Olimpiya idman növü deyil. Büdcəsi yoxdur. Neynəsin onlar? Özəl təşkilat kimi gedir də bir özəl, peşəkar və əlbəttə ki, sabah Maqa gedib xaricdə 1 milyon dollar odanda artıq bilir ki, mənimdir o. Çünki mən heç kimə borclu deyiləm. Yox, əlbəttə ki, bu peşəkardır. Peşəkar döyüş idman növüdür. Peşəkar idman növləri ümumiyyətlə belədir də. Məsələn, boksda da belədir də. Yəni sən peşəkar boksdasansa, o sənin öz işində gedib harasa vuruşa bilərsən, sən heç kimdən dəstək gözləmirsən. Şahmatda ən işi olub yandadır. Şahmat söhbətində özün gedirsən də peşəkar oynayırsan da. Federasiya da orada çıxdı, dedi ki, Şəhriyarın stili belədir. Şəhriyarın stili elədir ki, çox oynamalıdır ki, çox qalxsın. Məsələn, Teymurda elə deyil də. İldə 2 dəfə gedir, yaxşı gedir. O qədər biz çatdıra bilmirik. Amma dünyada da şahmatda sponsor da, özəl sponsorlar, amma bizdə özəl. Bax o gəldiyimiz nöqtəsində odur. Bizdə sponsorlar maraq göstərmir. Çox azdır. Dəhşət dərəcədə. Bunu bilirəm. Məsələn, mənə maraqlıdır, tutaq ki, şəxsən olaraq, menecer olaraq və ya da tanıdığım bu marketoloqlardan soruşaq bilərsən. Yəni soruşmusan yəqin ki, təklif eləyəndə nə deyirlər? Yəni geri dönüşmü yoxdur, yoxsa maraqlı deyil? Pulumuz yoxdur. Zarafatsız gəlsən təşkilata 15 mərtəbəli ofisdir. Deyirsən ki, bu uşağa 4-5 min dollar pul lazımdır. Mən çatdırmıram da. Bir kömək elədi. O burada vallahi pulum yoxdur. Ağlayırlar həqiqətən. Zarafatsız. O mən səmimi deyirəm, belədir. Yaxşıdır ki, bizdə ümumiyyətlə qərb ölkələrindən fərqli olaraq
Azərbaycanda ümumiyyətlə idmana dövlət səviyyəsində dayaq var. Məsələn, yoxsa batardı. Ümumiyyətlə biz artıq neçə bu il sentyabr ayında 30 il olur ki, mən güləşdəyəm də. Yəni kifayət qədər xarici dostlarım vardı. Qərbi nəzərdə tuturam, keçmiş Sovet ölkələrini fikirləşməyə, deməyə onlar aşağı yuxarı bizlə eyni stildə yaşayış tərzidir. Qərb ölkələrində ümumiyyətlə olimpiya idman növləri belə deyək də bir növ elə söz həvəskar sözü var ha, yəni peşəkar və həvəskar. Biz həvəskar idman gedirik də bizim ölkədə. Əslində yəni biz praktik o bildiyimiz həvəskardan deyil, amma yəni var peşəkar boks, var həvəskar boks. Yəni belə deyək də bu idmanlar beynəlxalq aləmdə belə deyək də getdin dünya çempionluğu. Malades. Təbrik edirəm. Almaniyada heç nə vermir, heç nə. Məsələ Fransada olimpiya çempionu vardı Fransadan. 2012-ci ildə olimpiya çempionu olmuşdu. Metroda mühafizədə işləyir. Yəni bildiyim şişirtmirəm. Metroda mühafizədə işləyir. Bizdə bu baxımdan idmançılara dayaq vardı dövlət səviyyəsində. Niyə? Çünki bu düzgün yol olduğuna görə ölkə rəhbərliyi də bunu yaxşı bilir və idmançıları Heydər Babadan başlayıb hər şeydə. Bəs Heydər Baba prezidentimiz də onu davam edir. Namiq Abdullayev o vaxt çağırdı. Namiq Abdullayevin hakimlər haqqını yemişdilər. Nə elədi? Dedi ki, birinci yerin mükafatını verəcəksiniz Namiqə. Namiq Abdullayev də söz verdi ki, mən gələn olimpiya oyunlarında gedəcəm, çempion olacağam. Getdi gələn olimpiya. Bu nədir? Bir növ motivasiyadır. Bu gün bizdə dövlət səviyyəsində motivasiya vardı idmançılara. Belə amma peşəkar idman növlərində biraz fərqlidir. Yanaşma fərqlidir. Çünki niyə? Bunların öz sponsorları vardı, əlavə qazanc yerləri var. Təəssüflər olsun ki, bizdə elə bu mədəniyyət daha yüksək səviyyədə inkişaf eləməyibdir ki, hansı ki, hər hansısa bir sponsor fikirləşsin ki, deyək ki, bu sabah gedəcək UFC-də vuruşacaq. Hələ onu dərk eləməyənlər çoxdular. Amma UFC-də vuruşanda gələcəklər. Gəlmən sponsor olum. Onda da ehtiyat qalır. Mən bir dəfə hardasa oturmuşam, danışırdılar. Niyə bizdə Həbib yoxdur? Deyirəm, qardaş, Həbib olmaq üçün sənin kimi insanlar pul buraxmalıdır. Həbib belə çıxmayıb. Nə qədər pul buraxıblar. Yox, конечно. Ona kömək ediblər də o vaxt. Hamı deyir ki, niyə o yoxdur? Olmayacaq da. Sən bir hərəkət eləmirsən, hamısı private sponsoring olub. Şəxsi sponsor. Və maraqlısı odur ki, yəni bu adam bu uşaqlara sponsorluq eləməklə geri dönüş də ala bilir. İstəmirlər bizdə də. Mən bilmirəm. Mən bir sənə qədər sponsor danışmışam. Qısa müddətli xeyri güdürlər. Məsələ bizdə hələ ki Azərbaycanda marketinq tərəfdən bu maraqlı sualdır. Bu marketinq tərəfidir. Nişir Aslan da buna əlavə eləyər. Belə deyək də, hələ ki bizim bazarımızda belədir də. Aldım, satdım, pulumu qazandım. Fikirləşmir ki, məsələn aldım, deyək ki, bugünkü gün mən bir rastıma bir şey çıxıbdı. Məsələn, adi bir misal çəkim. Bir tanış adamın restoranında oturmuşuq. Dənizkənarı bulvarda yerləşir. Soyuq aylar idi. Məsələ gəldilər, bir qadınla kişi girdi içəri. Görünür ki, bulvardan gəzintidən gəlirlər, amma bayırda külək var idi. Girdilər içəri çay içmək istəyirik. Qayıtdılar ki, onlara bəs bizdə çay verilmir. Onlar da hədudlara verilmir, yaxşı çıxdılar, getdilər. Mən ona deyirəm ki, sonradan gedəndən sonra deyirəm ki, bax, bu insanı siz çağırıb oturardınız, çayını verərdiniz, bir dənə yanında mürəbbə qoyardınız. Duranda da pul istəyən deyərsiniz ki, bəs bizdə çay verilmirdi. Sadəcə siz də soyuqdan gəlmişdik, biz imtina edə bilmədik də. O insan sabah da gələcək, birisi gündə gələcək, dostlarına da məsləhət görəcək və gələcəkdə bu perspektiv əlavə sən artırırsan öz işində. 100%. Bizdə nədir? Satış qazanırsan da artıqlaması ilə qazanırsan. Bugünkü gün idmanda da elədir. Sən bugünkü gün yatırım eləyəcəksən, sən fikirləşmə ki, bir gün sonra görəsən bu idmançını satanda mən nə qədər pul qazanacağam. Yox. Sən fikirləşməlisən ki, bu idmançının müəyyən bir dövrü var da, karyera dövrü var da. Birin 5-dir, birin 10-dur, birin 15-dir, birin 8-dir. Bu dövr ərzində biz nə qazanacağıq? Məsələ sabah gedib bugünkü gün belə gənc idmançılar UFC-də vuruşanda Azərbaycanı təmsil edəndə maykasının burasında hər hansı sənin şirkətin adı gedəndə milyonlarla baxış vardı, 47 milyon dedi Instagramda baxış vardı, belə deyək, follower vardı. 47 milyondan bir nəfəri çıxıb açıb o şirkətin adını oxusa görəcək ki, bu nədir görəsən, nə yazıblar orada. O qədər olubdu futbol maçlarında banerlərin üzərində olanlar axtarış verir ki, görəsən bu nədir. Həmçində o şeydə yatırım olmalıdır. Sadəcə bunun üçün mənə elə gəlir ki, elə belə deyək. Rafik daşı bunu qoy qırağa. Ümumiyyətlə legacy-də, naslediya. Sən legacy olmalıdır. Doğrudan kömək edirsən məsəl üçün buna. Sabah bu UFC-də vuruşanda sən heç nə istəmirsən. Bilirsən ki, sən onun yanında olmusan. Sabah danışanda zövq alırsan. Mənim idman üçündür. Mən yetişdirmişəm. Bizdə bunu yoxdur. Heç kimə lazım deyil. Bu gün məsələ olimpiya idman növlərində nətərdir? Ölkə başçısından tutmuş tam aşağıya kimi hər bir məsul şəxs hamısı bu işin üzərində çalışırlar. Bax, ilin sonunda
ölkə başçısı adından 25 nəfər idmançı və idman mütəxəssisinə mənzil mükafatı verilir, müəyyən pul mükafatları verilir, müəyyən adlar verilir də. Niyə? Çünki göstərir ki, sizin zəhmətinizə biz də həmrəyik, biz də sizə dayağıq. İdmançı da onu görəndən sonra, idman mütəxəssisi də onu görəndən sonra ən xırda şeylə ən böyüyünə kimi gördüyü o hədiyyəni və ya gördüyü əvəzi görəndə deyir ki, mənə deməli diqqət vardısa, bu mən özümdən, öz praktikamdan götürürəm. Mənə diqqət varsa mən artırmalıyam bunu. Mən artırmalıyam. Həvəslənirsən də. Elədir. Yavaş-yavaş yekunlaşdıraq. Yəqin ki, biz turnirdən sonra bir də görüşərik və ümid edirik ki, idmançılarımız orada da fərqlənəcək. Artıq sualım əlavən yoxdur. Sualım əlavəm yoxdur, amma əgər UFC həvəskarlarına deyəcəyiniz bir söz vardırsa, yəni deyə bilərsiniz, qarşıda bizi böyük bir sınaq gözləyir, bu UFC sınağı. Əlbəttə sınaq gözləyir və mən xahiş eləyərdim, nə qədər bacarırsınızsa, əziz dostlar, həvəs göstərin. Maddi cəhətdən əgər bilet ala bilmirsinizsə, pay-per-view alın. UFC Fight Pass $5 aylıq abunə, ancaq MDB ölkələr üçün. Xaricdə UFC-nə baxmaq üçün bir döyüş gecəsini $20 pul ödəyirlər. Bizdə aylıq $5-dır. Alın, göstərin ki, maraq var. Ona da skit qeyd. Onu da çünki hamı piraski baxırdı da. Ola dedi, ladna. Belə baxın, çünki Abu Dhabidə mən girirəm, girmir. Ancaq Azərbaycandan girir UFC Fight Pass-da mənim akkauntumdan. Çalışın, göstərin maraq. Kommentariyalarda, stadionda kimin imkanı var biletləri alın, gəlin. Olmursa baxın, izləyin rəsmi şəkildə. Çünki statistika aparılır, baxırlar. O boyda insanlar əziyyət çəkiblər, bu cür turniri gətirirlər Bakıya və biz istəyərdik ki, bunun davamı olsun. Davam olmasına üçün bu hər şey brendli marketinqdir. Onlar baxacaqlar statistikaya. Ancaq rəqəmlər. İdmanı, Olimpiyanı da götür. Hər şey götür. Olimpiyanı götür. Niyə hərdən bir dilə maraqsız idman növünü çıxartmaq istəyirik onu? Baxan yoxdur. Statistikaya baxırlar. Onlar translyasiyaya baxırlar. Hər şey puldan asılıdır. Statistikaya baxsınlar, görsünlər ki, Azərbaycan maraq göstərir. Ki, davam olsun. Və bizim idmançılar UFC-də qabağa getmək üçün şans yaradırsınız belə bir diqqətlə ki, bunlar baxacaq ki, mağazaya uçanda yeni alacaqlar translyasiyaları. $5 heç nədir, amma 100 nəfər alsa, 5000-dir. 1000 nəfər alsa, bax nə qədərdir? 50.000-dir, itəqdəri. Maraq göstərin. Instagram, kommentariyalar, videolar, rəsmi UFC Fight Pass-da baxın, izləyin. Biz sizin yanınızdayıq. Hazırıq inşallah və inanıram ki, super bizi döyüş gecəsi gözləyir. Emosional və dəhşətli qarşıdurmalar. Şiraslan, çox sağ ol. Dəvətimizi qəbul edib gəldiniz. Həm də gənc idmançımızı da tanıtdınız. Böyük işdir bu bizim üçün. Sənə də çox sağ ol ki, gəlmirsən sən də vaxtını ayırıb. Çox maraqlı söhbət oldu və eyni zamanda çox produktiv bir söhbət oldu. Bizim üçün də maraqlı məqamlar var idi. Ümid edirəm ki, ümumiyyətlə UFC-dən sizin qədər məlumat olmayan insanlar da çox şeylər öyrəndilər. Və arzu edək ki, bu yarış qutarandan sonra yenidən toplaşarıq. Hətta çempionlarımızla toplaşarıq və öz təəssüratlarımızı bölüşərik bir daha. Təşəkkür edirəm ki, gəlmişsiniz. Çox sağ olun. Dəvətə görə çox sağ olun. Diqqətinizə görə çox minnətdarıq. Təşəkkür, Rafiq, sənə də təşəkkür. Bugünlük bu qədər. Hələlik.